Bismillah və elhamdülillah. Esselamu aleykum və rahmetullah və barakatuhu. Deməli, biz bundan əvvəl dedik ki, İslam dini Allah qatında qəbul olunan yeganə dindir. Buyurur ki, Allah Teala Quran-ı Kərimdə Əl-İmran surəsində İnnə dinə indəllahil İslam. Allah qatında keçərli din, qəbul olunan din İslam dinidir. Lakin dəyərli dinləyicilər, İslam kəlməsinin mənası var. Gərək hər birimiz bu mənanı bilək, həyatımızda tətbiq eləmək üçün. Elm əhli buyurur ki, kim özünü İslama nisbət etsə, lakin mənasını bilməsə, İslam ondan nə istəyir, onda yaşaya bilməyəcək İslamı. Həqiqətdə də belədir. İslam kəlməsinin iki mənası var. Var lüğəti mənası, var şəri mənası. Lüğəti mənası ət-təslim, yəni təslim olmaq. Məsələn, bir insan desə ki, mən müsəlmanam və təslim olmuşam, bu lüğəti mənadadır. Şəri mənanı bilməsə, bilməyəcək necə təslim olsun Allaha. Yəni doğrudan da məsələn sən deyirsən ki, mən müsəlmanam və təslim olanam, lakin təslimatın keyfiyyəti necədir? Necə təslim olmasan Allah Taalaya ki, həqiqətən də sən təslim olmuş sayılasan. Və belə olduğu halda biz artıq şəri mənanı bilməliyik. Şəri mənası isə İslamın alimlər tərif verib deyirlər ki, əl-istislamu lillahi bit-tavhid vəl-inqiyadu lehu bit-ta'a vəl-bara'atu minəş-şirk və əhli. İslam tövhid ilə Allaha təslim olmaq. Tövhidlə təslim olmaq nə deməkdir, dəyərli qardaşlarım? İbadətlərdə Allahı təkləşdirərək, tək ona ibadət edərək ona təslim olmaq. İtaət ilə boyun əymək, yəni Allah Taala'nın əmrlərini yerinə yetirmək, onun qadağalarından çəkinərək Allah Taala'ya boyun əymək. Şirk və şirk əhlindən uzaq olmaq, yəni özün Allaha ortaq qoşmursan, həmçinin şirk eləyənləri tərk eləyirsən, şirk olunan məkanları tərk eləyirsən. Lakin bu o demək deyil ki, onlara dəvət eləmirsən. Dəvət də lazımdır. Allah Teala buyurur ki, "Ud'u ilə səbil rabbik." Rəbbimin yoluna dəvət elə. Özün İslamı öyrəndinsə, gərək insanlara da dəvət eləyəsən. Ona görə dəyərli qardaşlarım, İslamın gərək biz həm lüğəti mənasını, həm də şəri mənasını öyrənək. İlk öncə özümüz əməl etmək üçün, sonra ailəmizə öyrətmək üçün, sonra bütün insanlara. Bilməsək əməl eləyə bilməyəcəyik və əməl etmədiyimizi də insanlara biz necə danışa bilərik? Ona görə İslamı öyrənmək lazımdır və ən gözəl şəkildə tətbiq eləmək üçün. Allah Teala eşidənlər üçün faydalı etsin.